Salam əziz investorlar və treyderlər. Layihə sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatdan başlayaq. Lazım olsa onu dayandıra bilərsiniz. Tədqiq olunan şirkətin bütün göstəricilərini daha yaxından öyrənə bilərsiniz. Təşkilatın cari fundamental göstəricilərini sizinlə təhlil edəcəyik. Alphabet Inc. Ticker GOOG. Bu baxış 08 iyun 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets Korporasiya Alphabet Inc. alt kateqoriyaya aiddir. T-internet təhlildə 63 şirkət iştirak edir və bu çox təmsil edicidir. Tədqiq olunan şirkət üçün nəticə 10 baldan 5 bal. Alt kateqoriya üzrə orta bal 3,1 baldır. Çox geniş baxsanız, bütövlükdə ABŞ birjası çərçivəsində. Bütövlükdə ABŞ fond bazarı üçün orta xalın 1,8 bal olduğunu görürük. Şirkətin 5 ballıq reytinginə qarşı Alphabet Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Alphabet Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik Alphabet Inc. mənfi 0,1% dəyişmə göstərdi. 21,4% alt kateqoriya üzrə qiymət dinamikasına qarşı. Şirkətin bazar kapitallaşması Alphabet Inc. 2114,64 milyard dollar təşkil edir. 10,160 milyard dollar bazar kapitallaşması ilə alt kateqoriya 1,16 milyard dollar dəyərindədir. Şirkətin balans dəyəri 155,48 milyard dollar olaraq qiymətləndirilir. 1,23 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 1,23 milyard dollar dəyərindədir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Alphabet Inc. alt kateqoriyada isə birjanın kapitallaşmasının qiymətləndirilməsi 20,814% təşkil edir. Balans dəyəri 15,193% təşkil edir. Alt kateqoriyada təşkilatın bazar və balans dəyərindəki payının qiymətləndirilməsi PIS -1 bal. Şirkətin borcları 12,44 milyard dollar təşkil edir. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 8%-ni təşkil edir. Şirkətin maliyyə öhdəliklərinin nəticəsi çox yaxşı 2 bal. Şirkətin bazar dəyərinin mənfəətinə balansı 19. 29 alt kateqoriyada orta hesabla. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar qiymətinin qazanc nisbəti yaxşı 1 bal. Son 12 ayda mənfəət 111,10 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət ilkin olaraq 122,857 milyon dollardır. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 5,9-udur. Alt kateqoriya üçün orta qiymət 6,5-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bazar dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 359,360 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 394,1 milyard dollar olacağı gözlənilir. Proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada orta hesabla 22,4% olmaqla satış marjası 30,9% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi yaxşı 0,5 bal.
Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 8,83% təşkil edir. Bu, bazar kapitallaşma payından 158% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği 11,534 min dollardır. Və alt kateqoriya üçün 4,479 min dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın məbləğinin qiymətləndirilməsi keçərli 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği 605,5 min dollardır. Alt kateqoriyada orta hesabla 154,7 min. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Təşkilatın bir işçisinə düşən satış payı 1960 min dollardır. Alt kateqoriya 691 min dollar. Alt kateqoriya göstəriciləri ilə müqayisədə bir işçinin reytinqi üzrə satış yaxşı 0,5 bal. Satışa çıxarılan səhmlər 0,7%, alt kateqoriya üzrə orta hesabla 1,2% təşkil edir. Texniki göstərici RASI 14 şirkət üçün %61 səviyyəsini göstərir Alphabet Inc. Alt kateqoriyada isə RSI səviyyəsi 14,69% təşkil edir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən 175 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət proqnozu 200 dollar civarındadır. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Bağlanmış şərhdə keçid. Sifariş cədvəli məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə əvvəllər qəbul edilmiş tamamilə bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhmlərin qiymətləndirilməsinin nəticələrinə əsasən Alphabet Inc. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Sifariş açmayın, çünki bu video baxışdır. Sona qədər izlədiyiniz və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.